Herkese salam. Növbəti faydalı videonu çəkirəm. Bugünkü videomda Azərbaycanda fəaliyyət göstərən Müstəqil Qiymətləndirmə Mərkəzinin rəsmi platforması olan mgm.az saytı haqqında ətraflı və praktik məlumat verəcəyim. Bu platforma vasitəsilə ölkənin bütün şəhər və rayonları üzrə şagirdlər, abituriyentlər qeydiyyatdan keçə, müxtəlif fənlər və siniflər üzrə sınaq imtahanlarına, blok imtahanlarına və monitorinqlərə yazıla bilərlər. Sistem üzərindən imtahan üçün bilet almaq, ödəniş etmək, vaxt təyin etmək və nəticələri izləmək mümkündür. Videoda sizə aşağıdakı prosesləri addım-addım göstərəcəyim. Uşağınızın, deməli, şagird uşağınızın və ya abituriyent tələbənin sistemdə necə qeydiyyatdan keçirilməsi, şəxsi komitin yaradılması, balansa vəsaitin necə yüklənməsi, müxtəlif sinif və imtahan növləri üzrə biletin necə alınması, imtahan tarixinin seçilməsi və təsdiqlənməsi. Əgər bu platformadan ilk dəfə istifadə edirsinizsə və ya hər hansı mərhələdə çətinlik yaşamısınızsa, bu video sizin üçün tam bələdçi olacaq. Gəlin indi birlikdə sayta daxil olaq və bütün prosesi praktik şəkildə nəzərdən keçirək. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Buradan mgm.az yazırıq və ilk çıxan yazıya toxunuruq. Bizi belə bir səhifəyə yönləndirdi. Aşağı düşürük. Burada indi sayt haqqında qısa məlumat. Deməli, Müstəqil Qiymətləndirmə Mərkəzi ənənəvi canlı və ya onlayn imtahan əldə etmək üçün şəxsi komitinizi yaradın və ya daha öncədən yaratmışsınızsa birbaşa komitinize daxil olun. Hər hansı sualınız varsa yaranarsa Ulduz 1500 qaynar xətti onların qaynar xəttidir. Yəni zəng eləyib sualınıza cavab tapa bilərsiniz. Deməli, mənim öncədən şəxsi komitim olduğu üçün şəxsi kabinət yazılan yerə daxil oluram. Deməli, birinci növbədə burada baxırsınız, yuxarıda profillər bölməsi var. Mən indi evladım üçün buradan qeydiyyatdan keçməliyəm. Yəni mən dedim, belə deyim də, mən özüm valideyn kimi keçmişəm qeydiyyatdan. İndi evlatlarımı yəni buradan qeydiyyatdan keçirirəm mən. Deməli, 2 evladım üçün keçmişəm qeydiyyatdan. İndi 3-cü evladımı inşallah buradan qeydiyyatdan keçirəcəm. Profillər düyməsinə tıklayıram. Baxırsınız, belə bir səhifəyə gəldik. Burada şəxsi kabinetinizə bir neçə imtahan iştirakçısı qeydiyyatdan keçə bilər. Yeni imtahan iştirakçısının profilini yaratmaq üçün yeni profil düyməsini seçin. Yaradılmış yeni profil aşağıdakı profiller siyahısında görünəcəkdir. Və yaxud da deyir, öncədən profil məlumatlarını düzəliş etmək üçün müvafiq profildə düzəliş et düyməsini seçin. Profil silmək üçün müvafiq profildə sil düyməsini seçin. Deməli, diqqət, profili silərkən ehtiyatlı olun. Bu zaman profillə bağlı bütün məlumatlar, o cümlədən imtahan nəticələri silinəcəkdir. Profili yenidən bərpa etsəniz belə bu məlumatlar bərpa olunmayacaqdır. Qeyd, kabinetinizdə yaratdığınız profillərdən biri əsas profildir. Əsas profil silinə bilməz. Sonuncu imtahan aldığınız profil avtomatik əsas profilə çevrilir. Arzu etdiyinizdə kabinetinizin digər hər hansı profilini əsas edə bilərsiniz. Bunun üçün əsas et düyməsini sıxın. Kabinetinizdə yalnız bir profil varsa bu əsas bir profildir və heç bir halda silinmir. Yəni burada ətraflı profil haqqında, yəni qurma haqqında məlumat verir. Mən indi dediyim kimi 3-cü evladım üçün qeydiyyatdan keçəcəm və yuxarıda yeni profil baxırsınız. Yeni profil yazılan yerə toxunuram. Deməli, birinci
evladım haqqında ümumi məlumatları buraya qeyd eləməliyəm. Baxırsınız, ümumi məlumatlar. Telefon nömrəsini qeyd edirəm. E-mail adresimi qeyd edirəm. Buradan evladımın adını, familiyasını və ata adını qeyd eləməliyəm. Soy adını qeyd edirəm. Ata adını qeyd edirəm. Evladımın PIN kodunu aşağı qeyd edirəm. Cinsini qeyd edirəm. Doğum tarixini qeyd edirəm sağ tərəfdə. Ümumi məlumatlar bu qədər. Keçirəm aşağı məktəb məlumatlarına. Hansı rayonda yaşayırsınızsa və yaxud da şəhərdə oranı qeyd etməlisiniz. Çünki yəni burada da diqqətli olmaq lazımdır ki, yəni seçdiyiniz rayon və şəhər hansında seçmisinizsə, imtahan da əldə ediləndə həmin rayonu seçməlisiniz. Yəni şəhərinizə, rayonunuza uyğun deməli bölməyi seçməlisiniz ki, imtahana həmin yerə gedə biləsiniz. Yəni sizə yaxın deməli məkana, məntəqəyə. Dediyim kimi yaşadığınız rayonu burada seçməlisiniz və yaxud da şəhəri. Oxuduğunuz şəhərin məktəbi və yaxud da rayonun kəndinin məktəbini harada oxuyursunuzsa, həmin məktəbi buradan seçməlisiniz. Məktəb bölməsinə baxın, seçin. Oxuduğunuz sinif yazılan bölmədə seçməlisiniz. Və aşağıda qeyd kimi göstərib ki, yəni ali məktəb tələbəsi və ya məzunuyam. Əgər elə qeydiyyatdan keçən varsa, bu bölməni aktiv edə bilər. Yəni həmin şəxslər ali məktəb tələbəsinizsə, bu bölməni aktiv etməlisiniz. Burada göstərir. Şagird olduğu üçün mən aktiv etmirəm. Və sağ tərəfdə aşağıda saxla düyməsi var. Baxırsınız. Həmin düyməyə sıxırsınız. Və avtomatik olaraq övladınızın profili yadda saxlanılır. Deməli, evladınızın qeydiyyatdan keçirmə mərhələsi bu qədər. Ondan sonra biz deməli növbəti prosesdə balansımızı artırmalıyıq. Birinci növbədə imtahan əldə etmək üçün balansımızda deməli müəyyən məbləğ olmalıdır ki, imtahan əldə edən vaxtı həmin məbləğ balansımızdan silinəcək. Balans da baxırsınız yuxarıda sağ tərəfdə, məsəl üçün burada göstərir 1000. 1000 göstərəndə yəni 10 manat. 1600 göstərəndə 16 manat olur. 1300 göstərəndə 13 manat olur. Yəni imtahan qiymətlərdir.
Birinci növbədə balansı artırmaq lazımdır. Mən indi evladımın imtahan əldə edəndə həmin məbləği bilirəm ki, nə qədərdir imtahanın qiyməti. Ona görə mən balansını ona görə artıracağım. Məsələn, mən də evladım üçün imtahan götürəcəm. İmtahan əldə edəndə onun qiyməti 10 manatdır. Mən indi 10 manat balansıma yükləyəcəm. İndi həmin prosesi göstərəcəm inşallah praktik olaraq. Baxırsınız sol tərəfdə balans artır düyməsi var. Balans artır. Həmin yerə tıklayırsınız. Deməli, burada balans artırma üsulları var. Hədiyyə MGM kartı ilə artır. Baxırsınız, burada balansınız miqdarı aşağıda kimi hesablanır. 1 AZM bərabərdir 100 balans. Yəni 10 manat 1000 balansdır. Yuxarıda da dediyim kimi burada yenidən göstərir ki, şəxsi kabinetinizin faktiki balans miqdarı yuxarı sağ küncdə ad və soyadınızın yanında göstərilmişdir. Kabinetdəki istənilən bir profil üçün yeni imtahan alındığında balans miqdarı imtahan dəyəri qədər azalır. Yüklədiyiniz balansın miqdarı imtahan dəyərindən artıq olduqda sərf olunana qədər kabinetinizdə qalır və heç bir halda azaldılmır və ya sıfırlanmır. Bundan başqa balansınızı milli ön terminalları və Kapital Bankın bir bank tətbiqi vasitəsilə də artıra bilərsiniz. Balansı artırmaq üçün balansı artır düyməsini şəxsi kabinetinizdə həyata keçirilmiş balans əməliyyatlarını görmək üçün əməliyyatları göstər düyməsini seçin. Mən indi deməli balansı artır baxırsınız düyməsini seçəcəm burada. Burada balansı artır. Ödəyəcəyiniz məbləği daxil edin və irəli düyməsini seçin. Burada özü addım-addım göstərir. Dediyim ki, mən 10 manat yükləyəcəm. 10 manat yazıram. Anında göstərir ki, yəni yeni balans 1000. Yükləyəcəyim balans. İstifadəçi şərtləri və qaydalarını qəbul edirəm. Və bu bölməni tıklayırsınız. Və anında irəli düyməsi aktivləşir. İrəli düyməsinə tıklayırsınız. Deməli, bizi ödəniş olan hissəyə yönləndirdi. İndi burada kart məlumatlarımızı qeyd etməliyik. Kart məlumatlarımızı qeyd edəndən sonra ödəniş yazılan hissəyə baxırsınız aktivləşdi. Ödəniş yazılan hissəyə, sarı hissəyə toxunursunuz. Deməli, telefonumuza mesaj gələcək. Kartdan pul çıxmasına əlaqədar mesaj gəldi. Ödəniş uğurla tamamlandı. Artıq kartımızdan pul çıxdı. Şəxsi kabinetə qayıt yazılan yerə toxunuruq. Baxırsınız sağ tərəfdə yuxarıda 1000 balans gəldi. Yəni 1 manat 100 balans olduğu halda 10 manat yüklədim, 1000 balans oldu. Mən indi bu 1000 balans deməli evladım üçün imtahan əldə edəndə 1000 balans buradan, yəni 10 manat silinəcək buradan. Deməli balansı necə artırmağı Allahın köməyi ilə izah elədim. Və 3-cü mərhələdə keçirəm. Deməli
imtahan elde eləməyə. Evladım üçün lazım olan imtahan bölmə seçeceğim ve imtahanı elde edeceğim. Bunun için imtahan elde et düyməsini baxırsınız yuxarı sol tərəfdə. İmtahan elde et. Həmin bölməyə, həmin yazılan yerə toxunuruq. Deməli, burada diqqət. Burada xəbərdarlıq edilir. İmtahan elde ederken dikkatli olun. Öz profilinizə, sinifinizə və ya kursunuza, xarici dilinizə uyğun imtahanı aldığınızdan əmin olun. İmtahana sərf olunan vəsait geri qaytarılmır və bərpa olunmur. Bu nə deməkdir? Məsəl üçün bir nəfər buradan valideyn keçə bilər və evladını qeydiyyatdan keçirə bilər. Məsəl üçün mən 3 evladım üçün qeydiyyatdan keçməliyəm və indi burada hansı evladım üçün imtahan əldə etmək istəyirəmsə, həmin evladımın profilini seçməliyəm. Onun üçün bax, seçilmiş profil yuxarıda baxırsınız. Burada mən indi evladımın, seçəcəyim evladımın ad familiyasını seçirəm buradan. Sizdə də yəni başqa dediyim kimi evladınızın hansı üçün, yəni bir evladınız üçün keçibsi qeydiyyatdan və yaxud da 2 evladınız, 3 evladınız varsa onlar üçün imtahan, onlardan hansı üçün imtahan alırsınızsa həmin evladınızın seçilmiş profildə seçməlisiniz. Və aşağıda 4 bölmə var. Azərbaycan bölməsi, Rus bölməsi, Azərbaycan dili dövlət dili, bir də İngilis bölməsi. İndi siz evladınızı hansı üçün imtahan götürürsünüzsə, imtahan əldə edirsinizsə, həmin bölməni seçməlisiniz. Məsəl üçün, mən indi öz evladım üçün Azərbaycan bölməsi olan yerə tıklayıram və Azərbaycan bölməsində baxırsınız. Burada imtahanlar mövcuddur. Monitoring imtahanı, sıra imtahanı, buraxılış fənləri. Yəni sizin də seçəcəyiniz evladınız hansı bölməyə uyğundursa, baxırsınız burada. Diqqətlə deməli baxırsınız. Hansı bölməyə uyğundursa, hansı imtahanı seçmək istəyirsinizsə, evladınızın sinifinə uyğun həmin bölməyi seçməlisiniz. Məsəl üçün, mən evladım üçün monitoring imtahanı həmin bölməni seçirəm. Sizdə dediyim kimi tamam fərqli ola bilər. 1-7 siniflər, 8-9 siniflər buraxılış fənləri. Baxın, sizə burada hamısı inşallah özünüz inşallah oxuyasınız. Videoda vaxt çox getməsin, ona görə mən oxumuram. Bax, göstərirəm, bu formada olur. Sizin evladınıza uyğun bölməni düzgün seçin ki, sonradan burada xəbərdarlıqda deyir ki, yəni vəsait geri qaytarılmır və bərpa olunmur. Ona görə diqqətli olmaq lazımdır burada seçim eləyəndə. Mən monitoring imtahanını yazılan yerə seçirəm və monitoring imtahanı ən yaxın vaxt 15.03.2026-cı il budur. Mən indi inşallah bu vaxtı seçəcəm inşallah. Bu vaxtı seçmək üçün siz seçə bilərsiniz. Məcbur burada vaxtlar göstərilib. İstəyinizə uyğun bunlardan birini seçə bilərsiniz. Mən inşallah 15.03.2026 olan bölməyə tıklayıram. Və burada evladınızın sinifi hansı sinifdə oxuyursa onu seçməlisiniz. 4-6. Sizin də dediyim kimi seçdiyiniz bölmələrə uyğun burada başqa sözlər yazıla bilər. Ona görə diqqətli olmaq lazımdır seçəndə. Yenə deyirəm ki, bax burada imtahan əldə ediləndə diqqətli olmaq lazımdır ki, sonradan problem yaşamayasınız. Mən indi evladımın sinifini seçirəm buradan. Budur. Deməli, imtahan müddət 150 dəqiqə. Tərkibi Azərbaycan dili, təbiət, riyaziyyat və imtahanı burada 2 formada əldə edə bilərsiniz. Online imtahan. Online imtahan onun qiyməti, dəyəri azdır. Yəni online formada oturduğun yerdən kompüterdən, telefondan imtahan
yəni keçiriləsindən və ənənəvi canlı imtahan. Mən indi ənənəvi canlı imtahana uyğun deməli balansımı yükləmişəm 10 manat və seçirəm mən ənənəvi canlı imtahan. Siz indi istəyinizə uyğun ya onlayn ya da ənənəvi seçə bilərsiniz. Mən ənənəvi canlı imtahan, yəni gedib göstərilən tarixdə məkan təyin edəcəklər, həmin məkanda imtahan olacaq, canlı imtahan. Mən indi onu seçirəm. İmtahan məkanını seçin. Bayaqlar dediyim kimi, hansı rayonda yaşayırsınızsa, hansı şəhərdə, kənddə, həmin rayon üzrə qeydiyyatdan keçməlisiniz. Yəni, imtahan müstəqil qiymətləndirmə mərkəzinin bütün, demək olar ki, bütün rayonlarda var, filialları var. Yəni, bütün rayonlarda təşkil edirlər. Müxtəlif vaxtlarda yəni, təşkil edirlər. Məsəl üçün, siz seçə bilərsiniz, buradan Bakı şəhəri, bax, Bakı şəhəri yazılan yerin üzərinə tıklayırsınız, burada Bakı şəhərinin rayonları gəlir. Yaşadığınız yerə uyğun buradan seçim eləməlisiniz. Mən indi rayonda yaşadığım üçün regionlar, sağ tərəfdə regionlar bölməsi var. Oraya tıklayıram və burada yaşadığım rayonu seçməliyim indi burada. Siz də yaşadığınız rayonu buradan seçim eləməlisiniz. Deməli, yaşadığım rayonu seçən kimi gələm, alt tərəfdə imtahan məkanım harada olacaqsa oraya yazılır. Başlama tarixi qeyd olunur, başlayır 15.03.2026 saat 10'da. Dəyəri 1000, yəni 10 manatdır. İmtahanın qiyməti 10 manatdır. Dəyəri 1000. Dediyim kimi, sizdə də müxtəlif seçdiyiniz bölmələrə uyğun burada sözlər yazacaq. Deməli, bunu dəqiqləşdirəndən sonra əldə et, baxırsınız burada, əldə et yazılan yerə toxunursunuz. İndi burada əməliyyatı təsdiq eləmək lazımdır. Bir daha, deməli, burada yazılanlarla tanış olursunuz. Təsdiq etməmişdən qabaq dəqiqləşdirin. İmtahanın keçirilmə tarixi, imtahanın keçirilmə yeri, imtahanın adı, imtahanda iştirak edəcək şəxs, adda yazılır ki, balansınız imtahan dəyəri 1000 qədər azalacaq. Doğru imtahanı və binanı seçdiyinizdən əmin olun. Burada bir daha xəbərdarlıq edirlər. Deməli, bundan da əmin olandan sonra təsdiqlə düyməsini tıklayırsınız. Budur. Yazıldı. İmtahan əldə edildi. Əldə olunmuş imtahanlara imtahanların bölməsindən baxmaq olar. Aha. Baxırsınız. İmtahanların bölməsi sol tərəfdə, avtomatik bizi oraya yönləndirdi. Mən indi seçdiyim evladım üçün imtahana buraxılış vərəqini çap eləmək istəyirəm. Burada buraxılış vərəqini çap et. Baxırsınız. Buraxılış vərəqini çap et. Olan yerə toxunuruq. Budur. Buraxılış vərəqi budur. Və burada bir deməli məqam var ki, diqqətlə baxın. Zal və yer təyin edilməyib. İmtahan başlamasına 2 gün qalmış təyin ediləcək. Yəni mən 15.03.2026 tarixinə imtahan əldə eləmişəm. Mən burada ayın 13'ü, məsələn inşallah martın 13'ü daxil olub burada baxacağam. Yenidən bu formada buraxılış vərəqini çap eləyəndə burada artıq zal və yəni neçənci mərtəbədir, neçənci zaldır, hamısı burada göstərəcək. Yəni burada aydın göstərəcək ki, neçənci mərtəbə, neçənci zalda, hansı binada olacaqsa, onu dəqiqliyi ilə burada, məsələn, neçənci binadır, neçənci mərtəbədir və sinif otağında hansı yer, neçənci yerdə oturmalısınızsa, imtahanda iştirak etməlisinizsə, həmin yer deməli burada göstəriləcək.
Deməli, fikrimcə lazım olan deməli bölmələri sizlərlə paylaşdım. Burada imtahan olunandan sonra inşallah sağlık olsun. Evladınız imtahan əldə edilir və imtahanda iştirak edilir. Və bir neçə gündən sonra evladınızın nəticələrinə baxmaq istəyirsinizsə, baxırsınız burada sol tərəfdə nəticələr bölməsi var. Nəticələr bölməsinə toxunanda burada indi evladınız imtahandan keçmədiyi üçün burada seçilmiş profildə heç bir nəticə yoxdur. Evladınız imtahandan keçəndən sonra, imtahan əldə edilib iştirak edəndən sonra, dediyim kimi 2-3 gün sonra nəticələr burada çıxacaq. Hamısına burada nəticələrə hardan imtahanda hansı suallarda səhvdir, hansı suallar doğrudur, hamısını burada yəni bir-bir hamısını göstərəcək. Evladınız harda düz yazıb, harda səhv yazıb, neçə bal toplayıb, maksimum neçə bal olmalıdır, neçə bal toplayıb, hamısı burada qeyd olunacaq. Deməli, dediyim kimi fikrimcə burada lazım olan bölmələrin hamısını Allahın köməyi ilə ətraflı izah etdim. Videom bu qədər. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolardan xəbərdar olmaq üçün bildirişləri aktiv edə bilərsiniz. Vaxtınız üçün sağ olun.